Ucu bucağı görünməyən bu obyektin qanunsuz tikildiyi deyilir. Obyekt qeyri-qanuni tikilib. Yaşıllığı söküblər, məhv eləyiblər ağacları. Stansiyanın altında da gəliblər ev tikiblər. Kimsə var burada? Paytaxtın Səbail rayonu Badamdar qəsəbəsi Buta küçəsindəyik. Ərazidə təxminən 3-4 ay əvvəl bir obyekt tikilib. Amma burada yaşayan sakinlər deyir ki, bu obyekt qanunsuz tikilib və eyni zamanda bu obyekt tikilərkən ərazidəki xeyli ağac məhv edilib. Və bu deyilənlər nə qədər doğrudur, bu suala cavab tapmağa çalışacağıq. Burada yaşıllıqlar var idi. Yaşıllıqlar məhv olunub. Yerində obyekt tikilib. Yüksək gərginlik var burada. Bunun altında obyekt qeyri-qanuni tikilib. Qeyri-qanunudur. Çünki mümkün deyil ki, bu boyda yüksək gərginliyin altında hansısa qurum orada obyekt tikilməyinə bir sənəd sərəncam versin. Boş sahədə yaşıllıq idi, bəli. Məhv olunub yaşıllıq. Burada nə olacaq bilirsiniz? Bilinmir. Deyilmir ki, nə olacaq. Bu boyda yüksək gərginliyin altında, yəni belə obyektlərin olması qeyri-qanunudur. Təhlükələr yarada bilər, fövqəladə bir hadisə baş verə bilər. Burada yaşıllıq olub, amma yaşıllığı söküblər, məhv eləyiblər ağacları. Yerinə obyekt tikiblər, qanunsuz şəkildə. Mənim əlimdə sənədim ola burada. Mən ev tikə bilmirəm ki, icazə yoxdur. Çünki yüksək gərginliyin altı olmaz. Burada da stansiyadır, elektrik stansiyası. Yəni icazə yoxdur. İcazəyə baxmayaraq dəfələrlə. Amma bunlar qanuna əməl eləmir, yaşıllıqları məhv eləyir. Yaşıllığı məhv edilib orada obyekt tikirlər. Bu obyektlər də qanunsuz tikilir. O yüksək gərginlik podstansiyadır o. Stansiyanın altında da gəliblər ev tikiblər. Burada obyekt tikiblər. Burada olmaz. Soruşanda dedilər ki, hər hansı bir mühüm bir şeydir. Gərginliyə görədir. Sonra da heç kim heç nəyə cavab vermədi bizə. Məsələ ilə bağlı Badamdar qəsəbə icra nümayəndəsi Zamanov Samir bildirdi ki, həmin torpağın mülkiyyət sənədi var və hər hansı qanunsuz tikintidən söhbət gedə bilməz. Səbail rayon icra hakimiyyətindən də bənzər açıqlama verildi və bildirildi ki, torpaq sahəsi xüsusi mülkiyyətdədir və aidiyyatı qurumlar tərəfindən rəsmi təsdiq olunan layihə əsasında tikinti işləri həyata keçirilib. Ərazidə xeyli sayda ağacın kəsilməsi ilə bağlı səslənən iddialara gəlincə, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindənsə deyildi ki, nəzarət tədbirləri zamanı Səbail rayonu Badamdar qəsəbəsi ərazisində ağacların kəsilməsi faktı aşkar olunub. Araşdırma zamanı ərazidə qeyri-yaşayış obyektinin tikintisi zamanı 15 ağac, 3 yol bitkisinin kəsildiyi və təbiətə 22.740 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır.